Bugünkü təqdimat sakit bir ərazidən, insanın ruhunu dincəldən bir məkandan olacaq. Dəyərli izləyicilər, 3 sot yarımın içində sizə bir mərtəbəli, daim yaşamaqda olan, yaşayış üçün nəzərdə tutulmuş bir həyət evi təqdim edirəm. Mərkəzi yoldan 80 metr aralıda məsafədə yerləşir. Soruşarsınız ki, hansı mərkəzi yol? Mən sizə söyləyeyim. Aeroportu keçib üzü Mərdəkana gedən yolun üzərində yaşıl bağ, bir ağac satılan, dekorativ satılan dilimlə çaşdı. Orada belə bir yolun sağında radarın düz yanından 80 metr içəridə asfaltdır, daim yaşayışı var, qonşuları var, qazı, suyu, işığı, interneti, kamera sistemi. Sözümün canı, bu ev qəşəng bir evdir. Mən sizə təqdim edeyim həyətdə olan sadə bir konseptlər, qış mətbəxidir, açılıb bağlanan, yeri isti döşəməsi var. Belə bir yaşıl ağaclarla əkili xüsusi vid verir. Pultla idarə olunan bunun darvaza sistemi var ki, reys kimi belə açılır, bağlanır. Heç belə yer də tutmur da, dəyərli izləyicilər, düzünə belə gedir. Mən sizə evin içərisini istəyirəm təqdim edeyim. Belə bir maraqlı giriş hissəsi qoyublar. Girdim birinci hissə. Burada paltar dolabı var, əhqabı falan çıxarıb qoymaq üçün. Sonra da evə daxil olursan, bu təmizlik, səliqə üçün nəzərdə tutulub. Bura koridor, bu ev 4 otaqdan ibarətdir, əzizləyicilərim. Zal hissəsi, geniş 50 kvadrat zalı, vitraj pəncərəsi. Onun düz yanında iri mətbəx. Mənim xoşum gəlir ilk mətbəxlərdən. Rahatlıq var da, elektronikalardır, qaz sobası qoyulub. Rahat divan, kreslo qoyanda da geniş bir mətbəx otağı olur. Keçək yataq otağına və burada 3 yataq otağı, bir də buyurun, bax, birinci bu otaqdan başlayaq. Bu bir yataq otağıdır. Hamamı da var içində. Bu ümumi sanitar qovşağı. Fikir verirsinizsə, santexniklərə videodan görsən deyil, bilmirəm, amma çox keyfiyyətlisini qoyublar. Bura bir yataq otağıdır. Ümid edirəm ki, sizə aboyların rəngi xoşunuza gəlir. Çünki realda çox belə şəffaf, qəşəng ağ görsənir. Bura bir yataq otağıdır. Məncə kifayət eləyər. Başqa bir şey qalmadı. Ev bundan ibarətdir. Qiyməti qeyd eləmişəm. Postun altından nömrəni də qeyd eləmişəm. Kimə maraqlıdırsa, mənimlə əlaqə saxlasın. Sağ olun.